Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi münasibətlər var ki, onlar istəmsizcə davam edir. Uşağa görə bir-birlərini yola verən cütlüklər, yaxud hər hansı bir növ münasibətin irəli fazasında bir-birlərinə artıq hörmətsiz davranışlar, mitoloji olaraq mənfi fikirlər, absurd bir-birlərini daha qabarıq şəkildə yola vermələr forması yaranır. Bu da adətən sevib yox, nə də qarşı tərəfdən zəhlə getmək kimi bu söhbətə dəxli yoxdur. Sadəcə olaraq ailələrinin həmin bu cütlüyü bir-birlərinə tapıb düzqoş etmək deyilir, bağlamaq nəticəsində. Çünki əvvəlindən bəri arada münasibət o. Kim deyir ki, irəli yaş dönməlidir, sevəcəksən, səhv fikirdir. Sən səhvsən. Yəni bunu əgər belə düşünürsənsə, yaxud sənə yönəldən insana bu demək lazımdır. Çünki əgər bir münasibət əvvəlindən bəri az da dırnaq ucu boyda qədər varsa, kiçik də olsa da, deməli orada nəsə yarana bilər. Yox, əgər yoxdursa, onu nə qədər dirəşib, üstünə düşüb məcbur etməyin də bir mənası yoxdur. Onsuz yaranmayan şeydən yaranmayacaq. Necə deyərlər, quyuya sövməklə quyu olmaz. Eyni o məsələ də bura aiddir. O, əgər istək hər hansı bir növ formada, kiçik də olsa da biruzə etmirsə, yaxud içdən gəlmirsə, müsbət nəsə bir şey, daimi olaraq vecsizlik, yaxud mənfi qıcıq etmələr kimi ünsürlər, yaxud pis dedikdə, tez-tez ayrılmaq fikirləri həmin düzqoş etdikdən sonra o insanla tez əlaqənin kəsilməsi, hər şeyin bitməsinin sonlanmasını tez-tez beyində düşünmələr əgər yaranırsa, demək həmin münasibət sevgi üstündə yox, sadəcə olaraq ailə qurmaq adı ilə birləşmiş bir növ vəhdətdir. Məsələn, bu tipdə olan zaman, daxildə olan hər hansı bir münasibət olmağı təqdirdə kimsənin kimsəyə düzqoş, yaxud el arasında caladığı olan şəxslərlə qəti şəkildə ciddi münasibətə başlamayın. Seanslarımız yəni və olan şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.